Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Tanınmış bloger Aynişan Quliyevaya qarşı dələduzluq edilib. Bakus xəbər verir ki, naməlum şəxs onun adından anası əməkdar artist Aybəniz Haşimovaya və digər yaxınlarına mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib. Bu barədə Aynişan şəxsi Instagram hesabında qeyd edib. O bildirib ki, sözü gedən şəxs onun Telegram hesabını ələ keçirərək hamıdan pul istəyib. Bloger artıq bununla bağlı şikayət də edib. O, polis bölməsindən birində yaxınlaşaraq həcmin dələduzluq barəsində şikayət edib.